Hepinize salam. Mən ingilis dili müəllimi Həcər. Bugün sizə 2025-ci ilin 9 illik dim toplusundan 4-cü dinləmə mətninin izahını edəcəm. Gəlin əvvəlcə dinləməyə baxaq, daha sonra keçək suallara. Frédéric Chopin was a composer and pianist. He was born in Poland and then lived in Paris for his adult life. Chopin was a child star. He began composing and performing at early ages. He got the music talent from his parents. They were musicians as well. When he was a child, he listened to his mother and elder sister playing the piano. When he was 6, he was trying to repeat what he heard and also to make up new melodies. Chopin played the piano in the dark throughout his entire life. While playing at an event or party, he would ask to turn off the light in the room. He was shy and gave very few public concerts in his lifetime. He preferred to play to small gatherings in the houses of wealthy Parisians. While living in Paris, Chopin gave piano lessons to wealthy people to make money. One of his famous music is Funeral March, which deeply describes sadness. Chopin is still famous. Some streets, an airport, and also festivals and competitions are named after him. Uşaqlar, mətndən də gördüyünüz kimi söhbət Frédéric Chopin'dən, yəni bəstəkar olan Chopin'dən söhbət gedir. Ona görə doğru cavabımız olacaq D variantı. A famous composer, məşhur bəstəkar. Yəni, demişik ki, hansına yəni deyə biliriksə, doğru cavabımız olacaq. Yəni, söhbət Chopin'dən gedir. D variantı. İkinci sualda, how did Chopin make money? Necə pul qazanırdı? Make money pul qazanmaqdır. Baxın, burada bu hissədə deyir ki, while living in Paris, Chopin gave piano lessons to wealthy people to make money. Yəni pul qazanmaq üçün nə edirdi? Varlılara, zənginlərə piano dərsləri keçirdi. Deməli, doğru cavabımız olacaq burada. He gave piano lessons to wealthy people. Y variantı. Üçüncü sualda Chopin preferred to play for. O ifa etməyi üstün tuturdu. For, üçün. Kim üçün daha çox pianoda ifa etməyi üstün tuturdu? Baxın, he preferred bu hissədədir. Mən sizə demişəm ki, açar sözləri həmişə prefer sözünü eşidən kimi bu suala baxacaqsınız. He preferred to play to small gatherings, balaca yığıncaqlarda, in the houses of wealthy Parisians, yəni ki, varlı Parislilərin evlərindəki balaca yığıncaqlarda. Doğru cavabımız olacaq burada small gatherings, C variantı. Keçdik dördüncü suala. Dördüncü sualda baxırıq birinciyə. Chopin spent his adult life in Paris. O, yetkinlik dövrünü Parisdə keçirdi. Bəli, baxın, burada deyir ki, Paul and then lived in Paris for his adult life. Yəni ki, yetkinlik dövründə Parisdə yaşadı. Bu true olacaq. İkincidə, Chopin taught his elder sister to play the piano. Bunu çox adam true kimi götürür. Düşünür ki, Chopin bacısına pianino çalmağı öyrədir. Amma bu hissədə bir qeyd var idi. Baxın, deyir ki, when he was a child, o uşaq olanda, he listened to his mother and elder sister playing the piano. Deməli, deyir ki, o balaca olanda, yəni uşaq olanda, anasına və böyük bacısına qulaq asırdı. Pianino çaldıqlarını, yəni anasını və böyük bacısını pianino çalmağına qulaq asırdı. Və daha sonra çalışırdı ki, onları eşitdiklərini təkrarlasın. Deməli, o bacısına öyrətməyib. Bacısı ona öyrədib. Ona görə thought öyrətdi deməkdir. Ona görə bu yanlış variant olacaq. Dördün üçüncüsündə his famous music Funeral March expresses sadness. Onun deyir məşhur musiqisi olan Cənazə marşı qəmliyi ifadə edir. Funeral March sözünü eşidən kimi həmin hissəyə baxırıq ki, baxa görək bunun Cənazə marşında, baxın bu hissədə which deeply describes sadness. Bu hissə doğrudur. Daha sonra deməli bu doğru olacaq. Dördün dördüncüsündə Chopin played performing in the sunlight. Gün işığında performans göstərməyi sevirdi. Amma yanlışdır. Burada doğru cavab olacaq nə? Baxın, deyir ki, while playing at an event, he would ask to turn off the light in the room. Deməli, işıqları söndürməyi istəyirdi. Hətta baxın, bu hissədə deyir ki, Chopin played the piano in the dark. Yəni, qaranlıqda. Bütün həyatı boyunca qaranlıqda ifa edib. Ona görə bu olacaq yanlış variant. Bu qədər. Əlavə sualınız varsa rəylərdə qeyd edin. Videonun davamının gəlməyini istəyirsinizsə bəyənib abunə olmağı unutmayın. Hələlik.